VUF 13 nədir və bu günlərdə bizi nələr gözləyir? Bakıda yollar, təhsil və yeni qaydalar, məhdudiyyətlər olacaq ya olmayacaq? Suallara dəqiq cavablar bu videoda. VUF 13 BMT-nin məskunlaşma proqramı tərəfindən təşkil olunan forumdur. İngilis dilindən tərcümədə World Urban Forum, yəni Ümumdünya Şəhərsalma Forumu deməkdir. Məqsədi sürətli şəhərsalmanı və onun icmalar, şəhərlər, ölkələr, iqlim dəyişməsi və siyasi kurslara təsirini araşdırmaqdır. 17-22 may tarixlərində keçiriləcək VUF 13 zamanı hansı dəyişikliklər olacaq? Mayın 18-dən 22-sinədək məktəbə hazırlıq qrupları və ibtidai siniflərdə tətildir. Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizamidən başqa paytaxtın digər rayonlarında 5-11-ci siniflərdə, eləcə də universitetlərdə dərslər distant olacaq. Bakıda yollar bağlanmayacaq. Yalnız qonaqların hərəkəti zamanı qısa müddətli məhdudiyyətlər ola bilər. Yaşıl zolaqlara icazəsiz daxil olan sürücülər cərimə ediləcək. Rayonlardan Bakıya girişə məhdudiyyət qoyulmayacaq. Postlar qurulmayacaq. Bakının cənub girişində, Lökbatan istiqamətində sıxlıq zamanı sürücülər kənar dairəvi yoldan istifadə edə biləcəklər. YouTube kanalımıza abunə olun.